Hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Noyabr ayının 5-i həftənin çərşənbə günüdür və 2025-ci ildir. Son dəqiqə bir xəbərimiz var, onu nəzərinizə çatdırırıq. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyevdən açıqlamalar var. O bildirib ki, demək gələn il, yəni 2026-cı ildə yaşa görə orta pensiyanın məbləği artırıla bilər. Milli Məclisin Əmək və Sosial Siyasət, İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitələrinin birgə iclasında 2026-cı ilin dövlət büdcəsinin zərfinin müzakirəsi zamanı Anar Əliyev demək bunu deyib. O deyib ki, cari ildə 5-ci sosial islahat çərçivəsində 1 yanvar tarixindən minimum əmək haqqı 16% artırılaraq 400 manata, 1 fevral tarixindən isə minimum pensiya 14% artırılaraq 320 manata çatdırılıb. Nazir onu da qeyd edib ki, proqnoz göstəricilərə əsasən 2026-cı il üzrə indeksasiyanın təqribən 9,2% səviyyəsində olması, orta pensiyanın məbləğinin isə yenə də 9,2% artırılaraq 590 manata, yaşa görə pensiyanın məbləğinin isə 629 manata çatması proqnozlaşdırılır.